Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 45 nömrəli sualın izahını verəcəm. Deməli, sualımız belədir. İcra edilərkən klaviaturadan 4236 ədədi daxil edilərsə, ekranda nə çap olunacaq? Aha, belə bir proqram nümunəsi verilib bizə. Gəlin görə bu proqramı necə biz analiz edə bilərik. Deməli, A ədədinin yerinə biz 4236 yazırıq, deyək ki. Burada A-nı sıfırla müqayisə edirik, while dövrünə daxil oluruq. Q burada nə edir? Həmin ədədin ona bölünməsindən alınan qalıqları götürür. Yəni, bir dəfə 6-nı götürəcək, bir dəfə 3-ü, bir dəfə 2-ni, bir dəfə də 4-ü. Yəni, axırdan əvvələ qalıqları. S isə sözgedən həmin qalıqları, baxın, özünə cəmləyir. S plus Q. Demək ki, qalıqlar cəmlənəcək. Burada da cəmləndi. Bu A isə bizdə həmin ədədi kiçiltmək üçün istifadə olunur. Yəni, bir dəfə 4236 ilə dövrə giririk, sonra həmin ədədin ona bölünməsindən alınan tam isə bizə 423 eləyir. Həmin 423 ədədi ilə dövrə giririk. Yəni, bu da həmin ədədi get-gedə kiçildir. Demək ki, burada proqram nə iş görəcək? Proqram daxil edilmiş ədədin rəqəmlərini cəmləyəcək. Bu qalıqları götürəcək, S də həmin o qalıqları özünə cəmləyəcək. Gəlin proqramı yoxlayaq. Deməli, 4236 böyüdümü sıfırdan deyirəm, hə. O zaman Q bərabərdir 4236-nın ona bölünməsindən alınan qalıq. Yəni 6, S bərabər S plus Q. S bizdə 0 idi, üzərinə 6 gəlirik, Q-nü gəlirik, cavab eləyəcək 6. A da bərabərdir 4236-nın ona bölünməsindən alınan tam hissə. Nəticə olacaq 423. İndi 423 ədədindən dövrə gedirəm. Böyüdümü sıfırdan deyirəm, hə. Bu durumda Q bərabər eləyəcək 423-ün ona bölünməsindən alınan qalıq. Yəni 3. S bərabər eləyəcək S plus Q, yəni 6 üzərinə gəlinmiş 3. Və A bərabəri 423-ün ona bölünməsindən alınan tam hissə, yəni 42. 42 böyüdümü sıfırdan deyirik, hə. Q bizdə eləyəcək qalıq. Deməli, 42-nin ona bölünməsindən alınan qalıq 2. S isə 2-ni də özünə cəmləyəcək. Yəni 6 plus 3 plus 2. Və A bizdə nəhayət 42-nin ona bölünməsindən alınan qalıq tam hissə bizdə olacaq 4. İndi deyirəm 4 böyüdümü sıfırdan deyir, hə. Bu durumda Q bizdə necə eləyəcək? 4-ün ona bölünməsindən alınan qalıq 4-ün özü olacaq. S bərabərdir. S, baxın, bu cəmin üzərinə 4 də gələcək. Bunu nəyə görə pozmadım buradan? 6 plus 3 plus 2 plus 4. Çünki dedim ki, proqramın təyinatını da görə bilək. Və A bərabər eləyəcək 4-ün ona bölünməsindən alınan tam isə bizdə 0 verəcək. 0 böyüdümü sıfırdan şərtə yox deyib dövrdən çıxacaq. Baxın, görürsünüz ki, həqiqətən S dəyişəni daxil edilmiş ədədin rəqəmlərini özünə cəmləyir. Təyinat olaraq bu formada bir nəticə ekrana çıxır və qiymət də 6, 4, 10, 5 də buradan eləyəcək 15. Demək ki, S dəyişəninin son dəyəri bizdə 15 alınmış olacaq. Bu qədər. Cavabımız olacaq A variantı.